Əziz və dəyərli abituriyentlərimiz, bugünkü məzun imtahanında ümid edirəm ki, hər kəs gözəl nəticələr göstərmişdir. Mən ingilis dili müəlliminiz Çinarə Talibova. Dərslərimə qeydiyyat üçün MHM Tədris Mərkəzi 077 394 14 24 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Keçək suallarımızın izahına. 7-ci sualımızda doğru variantımız C bəndi olacaqdır. There was a storm at night. Deməli, gecə fırtına olubdur və 3-4 saat müddətində yağış yağmışdır. 8-ci testimizə baxaq dostlar. 8-ci testimizdəki bir öncəki cümlə əvvəlki cümlənin mənasını aydınlaşdırmaqda bizə kömək edəcəkdir. Nick is always ready to help. Nick hər zaman kömək etməyə hazırdır. O çox alicənab və mehribandır. 1 və 4. Greedy xəsis, disrespectful isə kobuddur. Ona görə də biz 2 və 3-ü uyğunlaşdırmırıq. Keçək 9-cu testimizə. Yenə kəmiyyət testidir. Bir öncəki cümlə varsa, deməli digər cümlənin mənası bir öncəki cümlənin mənası ilə uyğunlaşmalıdır. In the late autumn, payızın sonlarıdır, but there are still, hələ də, deməli biz burada verəcəyik a few və some. Hələ də bir neçə, biraz, bir qədər güllər vardır. 1-3 doğrudur. Muchla elotu vermirik. Çünki elot burada dərəcə zərfidir. Elot dərəcə zərfidir və dərəcə zərfləri isimlə işlənmir, zərf isimlə yanaşı gəlmir. Much isə sayılmayan tək isimlərlə işlədilir. Bu dərsimiz bizim mürəkkəb tamamlıqdır. Letdən sonra biz B-yə infinitiv, yəni to hissəciksiz məstər verəcəyik. Doğru variantımız D variantı olacaqdır. She let him take the notebook. Dəftərini götürməyə o ona icazə verdi. Article testimiz olduqca asan düşmüşdür. What is the quickest animal in the world? Yəni doğru variantımız bizim burada olacaqdır. Y bəndimiz. Səhv etmirəmsə bu testi dim toplusunda uşaqlarla deyəsən dünən işləyəndə biz gördük. Ya buydu ya da buna oxşar idi. 12-ci testimiz choose a line of nouns, yəni isimləri bizdən seçməyimizi istəyir. Comfortable, rahat sifətdir. Dangerous, təhlükəli sifətdir. Silent, səssiz. Easy, asan sifətdir. Doğru variantımız D bəndi picture və culture olacaqdır. Picture şəkil, culture mədəniyyət. 13-cü testimizdə burada has varsa tamamlığı əvvələ gətiririk və the dish has been created today olacaqdır. Yəni this dish has been created. İndiki bitmiş zamanı məhculunu düzəldərkən have been, has been-dən istifadə edirik. Tamamlığı əvvələ keçirərkən də tamamlığın təkdə və ya cəmdə olmasına diqqət edirik. Burada tamamlığımız təkdədir deyə has been veriləcəkdir. Deməli, shall göstərmək, scold danlamaq, şeyə bölüşmək. Göstərməkdirsə, show burada C ilə sinonim gedəcəkdir. Scold to speak angrily, yəni acıqlı danışır. Şey isə bölmək, divide sözü ilə sinonim gedəcəkdir. Deməli, 1-də A, 2-də C, 3-də isə B variantı olacaqdır. Complete the sentence. When-lə have-has işlənməz. Want to know ilə zət işlənməz. Has the meeting begun? Yox, the meeting has begun olmalıydı. Doğru variantımız D variantı olmalıdır. Will the meeting begin? Yox, the meeting will begin olmalı idi. Make up the students. Deməli, new articles və yaxud the student məhcul olduğu üçün şagirdlər tərcümə olunmur, məqalələr tərcümə olunur. New articles are translated 5-2 by the students 5-2 4-1 5-2-4-1 at the lesson. Deməli, gəlin baxaq. New articles birinci gəldi 5. Sonra gəldik deyək ki 2 are translated by the students 5-2-4-1 deməli at the lesson 6 twice a week həftədə 3 dəfə 5-2-4-1
6-3 isə bizim burada olacaqdır Y bəndi. Variantlara görə dəyişir əsasən. Deməli, yüksək nəticə əldə etmək üçün əlindən gələni etməlisən. Should to hissəciksiz, must to hissəciksiz, could to hissəciksiz, has to olur. Lakin has to he, she, itdə bir də mübtədə təkdə olanda olur. Yəni mübtəda təkdə olanda olur. Təkdə. Zən müqayisə dərəcəsi olduğu üçün more frightening verəcəyik. Burada özündən cümlənin sonunda söz önü tələb edən 2 əvəzlik vardırsa, onlardan biri də who və what'dur. Doğru variantımız D variantı olacaqdır. Bu sirri kimə demisən. Burada became var. Became keçmiş zamandadır. Keçmiş zamanda olduğu üçün biz were playing verəcəyik. 21-ci testimizdə deyir ki, hər şey alındı və bizim we don't need to buy, burada not olması bir cümlədə 2 dənə negativ olmayacaqdır. Doğru variantımız A bəndidir. We don't need to buy anything else. 22-ci testimizdə Julia was happy. Julia çox xoşbəxt idi. Nə üçün xoşbəxt idi? Also ilə Zoe çıxırıq. Çünki sinonim bağlayıcılardır. Bizə təkli variant lazımdır. Or ya da deməkdir. Çünki o imtahanı keçdi. Zaten but da ziddiyyət bildirir. Yəni bağlayıcı testidir. Həm tərcümə, həm də qrammatika bildirir. Niihau is the 7th largest island in the Hawaii with fewer than 200 people. Burada deyir ki, deməli, Niihau dünyanın 7-ci deməli adasıdır ki, 7-ci ən böyük adasıdır ki, orada deməli 200 oranın əhalisi 200 nəfərdən azdır. In 1864, the Robinson family from Scotland bought this island. 1864-cü ildə Robinson ailəsi Şotlandiyaya gəlir ki, bu adanı alsın. They allowed indigenous population to stay on the island and use their native language. Onlar yerli əhaliyə icazə verirlər ki, burada qalsınlar və öz doğma dillərindən, Hawaiian dillərindən istifadə etsinlər. Being the owners of Niihau, the Robinson established new rules there. Onlar buranın yeni sahibi olduğundan Robinsonlar ailəsi burada yeni qaydalar deməli, yeni qaydalar təyin edirlər, yaradırlar. According to the rules, they forbid tourists to visit the island. Bu qaydalara əsasən onlar turistlərə icazə vermirlər ki, onlar bu adaya gəlsinlər. Their main purpose was to protect the culture and traditions of the local people of the island. Bu qaydanı etməkdə onların əsas məqsədi o idi ki, ölkənin adət-ənənələrini, yəni deməli adadakı xalqların adət-ənənələrini qorusunlar. That is why people began to call it Forbidden Island. Elə məhz buna görə də insanlar buranı qadağan olunmuş ada adlandırmağa başladılar. Since 1987, the Robinsons have changed the rules. 1987-ci ildən etibarən Robinsonlar qaydanı dəyişdilər. The access of tourists to the island has become possible only by special invitation. Turistlərin adaya girişi yalnız xüsusi dəvətlə mümkün ola bildi. Half-day helicopter tours and hunting trips have been available for visitors. Həmçinin ziyarətçilər üçün yarım günlük helikopter səyahəti və ov səfərləri də təşkil edildi. Today, the indigenous people of Niihau mainly go fishing and hunting to get their food. Bugündən Niihau adasının yerli sakinləri əsasən öz dolanışıqlarını balıqçılıq və ovçuluq etməklə əldə edirlər. Niihau is not rich in plants and flowers as it receives very little rain. Niihau adası bitkilər və güllərlə zəngin deyil, çünki bura olduqca az yağış yağır. The shores of the island are home to about 80 monk seals which are endangered. Burada adanın sahillərində təxminən 80-ə qədər yəni suitlər
suiti heyvanları vardı ki, onların hal-hazırda nəsli kəsilməkdə olan heyvanlardır. Sometimes these seals come close to the island, so visitors may have an opportunity to see them. Bəzən bu suitilər adaya yaxın gəlirlər. Buna görə də ziyarətçilərin onları görmək imkanı ola bilir. Deyir ki, nə üçün Nihao adası qadağan olunmuş ada adlanırdı? Burada icazə vermir dili, yəni dil istifadə etməyə. Bu yanlışdır. Deməli, ona görə qadağan olunurdu ki, Robinsonlar ailəsi deməli, ona görə qadağan olunurdu ki, baxaq, Robinsonlar ailəsi Havayiyalılara bu adada yaşamağa imkan vermir. Bu variantımız da yanlışdır. Helikopter turları qadağan olunmuşdu. Bu da yanlışdır. Onlar, Robinsonlar ailəsi adət-ənənələri qoruyub saxlamağın əleyhinə idilər. Bu da yanlışdır. Doğru variantımız C olacaqdır. Xaricilərin adaya səyahət etməsinə icazə verilmirdi. Hansı doğru variantdır? Balıqçılıq və ovçuluq əhalinin yaşamını keçirmək üçün, yəni dolanışığı üçün əsas yollardan biri idi. Bəli, A variantı doğrudur. B variantı yanlışdır. Əhali adət-ənənələri dəyişir. Yanlışdır. Turistlər istədiyi vaxtı səyahət edə bilərlər. Yanlışdır. Nihaoda zəngin bitkilər, güllər, çiçəklər var. Yanlışdır. Və yüzlərlə var, ancaq biz mətndə görürük ki, mətndə orada yüzlərlə sözünü demir, təxminən 80 ədəd olduğunu bizə nə edir? Söyləyir. Ona görə də deməli 24-də doğru variantımız olacaq A bəndi. 25-də Robinsonlar kimlər idi? Deməli, Robinsonlar kimlər idi? Burada məcbur etdi ki, insanlar adadan geçsin. Yanlışdır. Nihaonu deməli Havayiyan əhalisinə satdılar. Yanlışdır. Köklərindən gəlirdi. Yəni Havayiyan köklərindən gəlirdi. Yanlışdır. Dilini dəyişdi. Yanlışdır. Öz qaydalarını yaratdılar. Created their own rules on the island. Mətin nə haqqındadır? Burada deməli Havayinin böyük adalarından dostlar biri olacaqdır. Sonra deyir ki, paragraf 1-də to keep somebody or something safe. Burada biz mətində protect sözünü görməliyik. Birinci formada, birinci abzasda, baxın görürsünüz, protect, yəni qorumaq. Və siz bura to məsdər ədatı, deməli, to məsdər ədatı ilə protect yazaraq doğru variantı verə bilərsiniz. Nowadays sözünün paragraf 3-dən deməli sinonimini istəyir. Nowadays bugün, today bugün yazsanız tam bal əldə edə bilərsiniz. Gördüyünüz üzrə two days. 29'da sometimes the seals come too close to the island, so həmin cümləmiz budur. Bu olacaqdır. Bəli. Baxın gördüyünüz üzrə həmin cümləmiz budur. Buradan sonraki iki sözləri dəyişə bilərsiniz. Aha. Bəli. Deməli, dostlar, biz burada bu sözlərdən sadəcə ikisini dəyişməklə siz tam bal əldə edə bilərsiniz. Deməli, baxaq dostlar, sonu məsələn siz nə ilə dəyişə bilərsiniz? Deyək ki, sonu dəyişə bilərsiniz. Burada bu hissəni verim. Deyək ki, sonu dəyişdik and-lə. Visitors'ı dəyişə bilərsiniz. Guest'lə. Yenə orada visitors cəmdədirsə, guest'lə də cəm olar. May dəyişə bilərsiniz. Might-la da dəyişə bilərsiniz. Deyək ki, could-la da dəyişə bilərsiniz. Amma mən əsasən fikir deyirəm ki, əsasən
leksik mənası olan sözlərlə dəyişin. Sonra opportunity sözünü siz deməli dəyişə bilərsiniz. Chance sözü ilə dəyişə bilərsiniz. Possibility sözü ilə də dəyişə bilərsiniz. Məsəl üçün opportunity nə ilə dəyişmək olar? Opportunity-ni chance-la dəyişə bilərsiniz. Sonra see sözünü necə dəyişmək olar? Yəni onları görmək sözünü biz nə ilə verə bilərik? Daha çox üstün düşən. Məsəl üçün to see-ni dəyişə bilərsiniz. Observe-lə, witness-lə, notice-lə, view-lə dəyişə bilərsiniz. Bu sözlərlə dəyişə bilərsiniz. Artıq essi düşünürəm ki, yazıbsınız. Müəllimlərinizə esseni yoxlada bilərsiniz. Which interesting places would you like to visit in the world and why? Dünən açdığım canlıda bunu bildirmişdim ki, esse sualında gizlənən iki məqam var. Which və why. Yəni siz əgər essenizdə həm hansı məkanlar səyahət etməyə və həmçinin niyə səbəbini bildiribsinizsə, mütləq şəkildə essedən tam bal alacaqsınız. Əgər dünənki canlını izləmişsinizsə, dünənki canlıda bu haqda məlumat verdim ki, əziz abituriyentlər, sizə esse sualı veriləcək və esse sualında 2 dənə xüsusi sual sözü olacaqdır. Onlardan bir, məsəl üçün, which hansı və why niyə. Yəni, hər iki suala nə etmək lazım idi? Hər iki suala cavab vermək lazım idi. Veribsinizsə tam bal alacaqsınız. Dostlar, dərslərimə qeydiyyat mükəmməl nəticə üçün 077 394 14 24 MHM Tədris Mərkəzindən qeydiyyatdan keçərək qoşula bilərsiniz. Bol şanslar.